Günümüz uğurlu olsun, həftəmiz uğurlu olsun inşallah. Mən yenə də özümü təqdim etmək istəyirəm. Improtex qrupun 3 holding daxilində 3 şirkətin VC meneceri olaraq fəaliyyət göstərən Imagro, ITX və Improtex Industry. Mən ümumiyyətlə sizə səthəmin əsasları haqqında bugün geniş təlim keçəcəm inşallah. Çox maraqlı olacaq və xahiş edirəm diskusiyada, müzakirədə hamı iştirak eləsin. Onu da deyim ki, bu təlimat ümumiyyətlə şirkətimizə gələn yeni əməkdaşlar və ya da qonaqlar üçün də daimə keçəcəm. Nəyə görə? Burada indi zamanla qarşıda görəcəksiniz ki, binamız haqqında, fövqəladə vəziyyət haqqında, digər məsələlər haqqında hər bir şey qeyd olunur. Səthəm sözünün ümumiyyətlə mənasını bilirsiniz. Səthəm nə deməkdir? Necə? Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühiti mühafizəsi. Sağlamlıq bizim sağlamlığımızdır. Əməyin təhlükəsizliyi hər hansı bir qolumuzu, ayağımızı keçən əmək qabiliyyətimizi avtomatik olaraq itirmiş oluruq. Yəni, görək da bilir ki, hər hansı bir insan əmək qabiliyyətini onun vəzifə öhdəlikləri dəyişirlər. Bizim öhdəliyimiz ondan ibarətdir ki, işçilərimiz necə şirkətdə sağlam gəlirsə, o cürdə ailəsinin yanına qayıtsın. Mündəricatımız bunlardan ibarətdir. Qarşıda görəcəyiniz mövzular fövqəladə hazırlıq, səthəmin əsasları, qəza, uzağı iş yerlərində olan potensial təhlükələr və təhlükəsizlik tədbirləri, yanğın təhlükəsizliyi, ilk yardım, hadisələrin məruzə ardıcıllığı. Daim bizim mühafizə heyətimiz nəzarətdə saxlayıb binada çəkiliş gedir. Fövqəladə hallara keçirəm. Fövqəladə hal baş verərsə, hər hansı birimiz yanğın görsək, bütün binaya qışqıra bilməliyik ki, qardaş, ay xanım, ay bacım, yanğındır, qaçaq söylər, push button'ı basırıq, bunun üzərində nazik şüşə var. Onu basırıq, özü avtomatik qırılır. İnsanlar yanğından ölür, üstüdən boğulur. Şaq deyil hava gedir, üstü və orada boğulma baş verir, prosesi baş verir. İnsan ona görə liftə minmək qəti qalan andır. Həyazdan siqnal işlə düşlər, dərhal binanın təhlükəsiz şəkildə tərk etmək lazım. Nə demək bu? Biz ofis işçiləriyik. Bizi üçün təhlükəsizlik tədbirləri nə sayılır? Panikasız hamı bir eyni qaydada bir sıraya çıxır. Pləkandan qaçmaq olmaz. İti addımlarla, sürahidən tutaraq iti addımlarla düşmək lazımdır. Mən 95 kiloyam. Cəbiş müəllim ki olsun deyir, bir ələdən bəliyə, bələdən eləyə üstündən keçəcək. Mən yıxıldım, başım deyildi, üstümü itirdim. Can şirin şeydir, hamı üstündən keçəcək, qaçacaq söyləyir. Kim mənə kömək edəcək? Heç kim. Ona görə sürahidən tutaraq iti addımlarla, təxliyə yolları ilə, bu bizim qapılarımızdır. Aşağıda, zalda, sağda və solda bizim yardım çıxış qapılarımız var. Baxın, burada bir maraqlı bir hissələr var. Onu mən sizə deyəcəm. Zəlzələ vaxtı bilirsiniz də birinci təkən gəlir, 10-15 saniyə sonra ikinci təkən gəlir, düzdür? Yəni bina evində səmimi danırsaq birinci, ikinci mərtəbə qaçıb çıxa bilər də, sonraları mümkün deyil, mən inanmıram. Zəlzələ zamanı yanğın pləkanlarla çıxıb qaçmaq olmaz. Amma yanğın zamanı yanğın pləkanlarla qaçmaq olmaz. Fərq nədir? Kim deyir? Vibrasyonda olar, zəlzələdə olmaz. Zəlzələdə olmaz. Çünki vibrasyon edərkən Birində tutuşdan qaçsan, birində sirkələnmədən. Zəlzələdə hər hansı bir təkanda qırıq-qırıq olur. Baxın, işçi qalxıb bura. Baxın, nərdivanın altına 2 dənə belə də bir tullantı qabıdır, bir dənə masadır, özü də təkərlidir. Risk eləməyib bu adam. Tamamilə risk edib. Belə nərdivan haqqında yenə deyirəm, qabaqda keçəcəm sizə. Risk qəzanın baş vermə ehtimalı. Bu adam hər an yıxıla bilər, qəza baş verə bilər. Bax, bu yolqadır, dibində yanğın baş verir, burada da saniyələri verəcək. Birinci, daha tez alışan bir şeydən göstəriblər. Baxın, 3 saniyə, bu daha tez alışan bir şey. Bu qabağını kəsmək olar, yəni mümkün deyil. Görürsünüz, 15 saniyədir, artıq ev göründəyi 30 saniyədir. İndi bu birisi biraz bərk. Baxın, 1 saniyə. Yavaş-yavaş yanır bu, amma divandır ona görə. Amma yenə də görün, nə tez qısa zaman ərzində evdə yanır. 1 dəqiqədə artıq görün necə yanır. Görürsünüz, 3-cü dəqiqədə artıq ev yanır. İnsanlar daha tez evakuasiya ola bilsinlər. Binanın ətrafına bu cür
texnikalar, maşınlar və ya da digər materiallar yığmaq olmazsa